Sünnə alimləri, müfəssirləri ulul əmrin kimliyi barəsində həm şiyə ilə ixtilafdadılar, yəni şiyyələrin dediyini qəbul etmirlər və eyni zamanda öz aralarında da bu ayə barəsində ixtilaf var. Ümumi olaraq 20-dən çox əhl-i sünnə mənbələrində ulul əmrin kimliyi barəsində fikir var. Sual budur, mən belə sual deyirəm. Bunları 20-sini də müzakirə etməyəcəyik. Sualım budur ki, bu ayə müsəlmanlara nazil olub. Necə ola bilər müsəlmanlar Peyğəmbərdən, yəni səhabələr Peyğəmbərdən soruşmasın bu ulul əmri kimdir? Necə olar bir ayə barəsində 20 dənə fərqli fikir formalaşsın? Məgər sizin fikriniz müəyyən bir mənbəyə, səhabə adlandırdığınız şəxslərə qayıtmır. Yəni səhabə bu ayəni eşidərkən 20 dənə şəxsin olduğunu fikirləşib, 20 dənə fərqli məqamlar fikirləşib. Yəni nəuzubillah, Peyğəmbər ulul əmri tanıdarkən 5 səhabəyə müəyyən bir söz deyib, 5 səhabə müəyyən bir söz deyib, digər səhabəyə fərqli fikir deyib. Yəni bu fikirlər nədən formalaşır?